Salam dəyərli müdavimlər, bu video ilə sürət məsələlərinə başlayırıq. İlk olaraq sürət məsələlərinin bərabər sürətli hərəkət mövzusundan danışacağıq. Videolar ardıcıl olaraq yüklənəcək. Növbəti sürət məsələsi videomuz artıq əks istiqamətli və qarşı-qarşıya hərəkət mövzusuna aid olacaq. Birinci sualla başlayaq. Bilirsiniz ki, riyaziyyatda dərs izahları da testlər üzərində olunur. Hər formalı, bərabər sürətli hərəkətdə görə biləcəyiniz bütün formaya aid suallar yazmışam. Hər birini iki üsulla izah eləyəcəm. Başlayaq elə 1 ilə. Sürəti saatda 40 km olan maşın 2 saat 30 dəqiqəyə neçə kilometr yol gedər? Deməli, sürət V 40 km bölək saatdır. Hələ ki, sadəcə şərt olaraq qeyd edirəm, sonra hansı düsturdan istifadə edəcəyimi yazacağım. 2 saat 30 dəqiqəyə deyirsə, zaman da oldu 2 saat 30 dəqiqə. Və bizdən bu müddət ərzində gedilən yolu, yəni S-i istəyir. Baxın, bərabər sürətli hərəkətin bir dənə düsturu var. O da ki, S bərabərdir V vurulsun T düsturu. Burada S-i tapa bilərsiniz. Əgər S-lə T verilsə V-ni tapa bilərsiniz. Yəni, bu düstura əsasən hər hansı bir məchul olduğu zaman digərləri vasitəsilə hesablamaq mümkündür. Baxın, vahidlərə diqqət edin. V-nin vahidi kilometr bölək saatla da heç nə çevirmə aparmıram. Amma T 2 saat 30 dəqiqədir. İstəyirsinizsə bunu dəqiqəyə çevirərək həll edə bilərsiniz. Qeyd elədiyim kimi iki formada izahını verəcəm. Birinci formada elə düsturla olan izahdır. 2 saat 30 dəqiqəni çevirə bilərsiniz saata. Baxın, bu olur 2 tam 60-da 30. 1 saat 60 dəqiqə olduğuna görə dəqiqəni saata çevirsək, həmin dəqiqəni 60-a bölməliyik. İxtisarlara apardığımız zaman 2 tam 2-də 1 qalır. Bunu da onluq kəsrə çevirsək 2 tam 10-da 5 saat eləmiş olacaq. Və artıq düstura əsasən gətirib yerinə qoysaq V 40-dır, T-dəki 2 10-da 5-dir. Və beləliklə cavabımız olur 100 kilometr. Cavab oldu, yəni B variantı. İndi həmin cavabı bu dəfə də tənasüb üsulu ilə həll eləyək. Baxın, saatda 40 kilometr deyilməsi bilirsiniz ki, V verilən zaman o 1 saatda 40 kilometr deməkdir. Deməli, burada söhbət nədən gedir? Maşından. Maşın, bu ikinci üsul olaraq yazacağım. Maşın 1 saata 40 kilometr gedir. Bura saatdır. Saatdır, gəlin elə bunu da dəqiqəyə çevirək. 1 saat neçə dəqiqədir? 60 dəqiqə. Deməli, 60 dəqiqəyə 40 kilometr yol gedir. Bizə deyilir ki, 2 saat 30 dəqiqə. 2 saat 30 dəqiqəni də bu dəfə yenə dəqiqəyə çevirim. Bayaq saata çevirdi, indi tənasüblə həll edirik. Bu dəfə də olsun dəqiqə ilə. Yenə də saatla yaza bilərsiniz. 1-ə 40, 2 10-da 5-ə x yaza bilərsiniz. Fərq etmir. Sadəcə mən hər iki forma ilə dediyimə görə indi də dəqiqəyə çevirim. 2 saat 30 dəqiqəni də birbaşa dəqiqəyə çevirsək, buraya yazıram. 1 saat 60 dəqiqədir. 2 saat olacaq 120 dəqiqə. Üzərinə də 30 oldu 150 dəqiqə. Deməli, 60 dəqiqəyə 40 kilometr gedirsə, bəs 150 dəqiqəyə neçə kilometr yol gedər? Tənasübdə də bu düz mütənasib kəmiyyətlərdir. Zaman artdıqca gedilən məsafə də artacaq. Buna görə də bu düz mütənasib sayılır. Düz mütənasib kəmiyyətləri də çarpaz formada vuraraq bərabərləşdirməliyik. 60 vurulsun x bərabərdir 150 vuraq 40-a. İxtisarlarımızı da apara bilərik və yaxud da elə hesablayaq. 150-ni 40-a vurub 60-a böldükdə yenə eləyir 100. Onsuz da cavabımız 100 alınacaqdır. Sadəcə tam dəqiq olsun deyə bir daha da yoxladım. Növbəti suala baxaq. Sürəti saatda 72 km olan bir avtomobil 1 saat 15 dəqiqəyə neçə kilometr yol gedər? Eyni ilə bunu da iki qayda ilə həll eləyək. Birinci qaydamız verilənlərə əsasən S bərabərdir VT düsturu. V burada 72'dir. Artıq şərti yazmıram. Şərti yazılma qaydasını birinci sualda qeyd elədim. V oldu 72. Amma T'yə uyğun mən çevirmə aparmalıyam. 1 tam 60'da 15. Bu deyilir 1 tam 4'də 1. Onluq kəsir formasını gətirəndə 1 tam %25 eləyir. 72'ni vururuq 1 tam %25'ə. Bu 1 %25 saat olmuş oldu. Və bunun da cavabı eləyəcək 90. Birinci üsula əsasən 90 cavabını aldıq. İndi keçək ikinci üsul. Bu zaman tənasüb üsuludur ki, 1 saatda 72 kilometr olursa 60 dəqiqəyə 72 kilometr yol gedir. Baxın, dəqiqə və kilometrləri üzərinə yazmamın səbəbi dəqiqəni bir cərgədə, kilometri, yəni məsafəni bir cərgədə yazmalısınız. Götürüb burada 1 saat 15 dəqiqəni kilometrin altına yazsınız, artıq doğru tənasüb deyil. Ona görə üst olaraq işarə eləyin sizdə.
60 dəqiqə 72 kilometr gedirsə, 1 saat 15 dəqiqəni də dəqiqəyə çevirsəm, eləyir 75 dəqiqə. 1 saat 60 dəqiqədir, üzərinə də 15 elədi 75 dəqiqə. Bəs 75 dəqiqəyə neçə kilometr yol gedər? 60x bərabərdir 75, vuraq 72. 15-ə ixtisar getsək, bu 5, bu 4, bu da eləsə 18 və x elədi 90. Bu üsulla da D variantını almış olduq. İkinci sualda sürəti saatda 55 km olan bir maşın 5 saat 24 dəqiqəyə neçə kilometr yol gedər? Baxın, bu 3 sual düşünəcəksiniz ki, hamısı eynidir. Amma burada zaman anlayışları fərqlidir və hər bir zaman anlayışına görə bir misal yazmışam. Məsələn, burada 2,5 alınır onluq kəsrə çevirəndə. Bu 1,25 alındı. Bu isə artıq daha fərqlidir. Üçüncü sual. 5 saat 24 dəqiqədir. Yəni, onluq kəsri həm də çevirmə qaydasına əsasən fərqli formaların izahını verirəm. Birinci düstura əsasən V oldu 55. T'dəki 5 saat 24 dəqiqədir. Bu da 5,60-da 24 eləyir. Və ixtisarlara aparsaq 6-ya ixtisar getsə bu 4, bu da 10'dur. Oldu 5,4 saat. 55'i vururam 5,4'e. Eləyəcək. Bu da 297. C variantı. İndi ikinci üsul. Bu üsulda 60 dəqiqəyə 55 kilometr yol gedir. 5 saat 24 dəqiqəni də dəqiqəyə çevirsək, bu olacaq 5'i 60'a vurduqda 324 dəqiqə alınır. Bəs 324 dəqiqəyə neçə kilometr yol getmiş olur? Oldu 60x bərabərdir 324 vuraq 55. Yenə də həll etsəz, bunu da eyni cavab alınacaq. Bölürük 60'a. 297. Dördüncü sual. Bir motosikletçi saatda 80 km sürətlə 45 dəqiqə yol getdi. Sonra sürətini saatda 20 km azaldaraq daha bir saat hərəkət etdi. Motosikletçi cəmi neçə kilometr yol getdi? Bizdən istənilən cəmi yoldur. Cəmi yolda tapmaq üçün 2 dəfə yol düsturundan istifadə edəcəyik. Birinci yol 80 km sürətlə 45 dəqiqəyə getdiyidir. İkinci isə sürətin azaldaraq 1 saata getdiyi yoldur. Başlayaq S1-i tapmaqla. Baxın, bu 80 km bölək saat. V'miz oldu 80. T əvəzinə nə yazmalıyıq? 45 dəqiqə görəndə götürüb 80 vuraq 45 yaza bilməzsiniz. Səbəbi odur ki, 80'in vahidi saatlandır. Amma 45'i bizə dəqiqə ilə verib. Mütləq çevirmə aparmalısınız. Ya kilometr bölək saatı metr bölək saniyəyə çevirməlisiniz. Yaxud da daha doğrusu dəqiqə bölək metr bölünsün dəqiqəyə çevirməlisiniz 45'e görə. Ən rahatı 45 dəqiqəni saata çevirin. Saata çevirsək 60'da 45, 15'e ixtisar getsə 3, 4. 4'də 3, bu da elədi 0,75 saat. 80 vurulsun 0,75. S1'i tapırıq buna əsasən. Bunu artıq yenə də tənasüblə də həll edə bilərsiniz, amma artıq tənasübü demirəm. Bu elədi 60. Deməli S1'imiz oldu 60. Davam edirik S2'ni tapmaqla. Yenə VT düsturudur. Lakin bu zaman V 80 deyil, birincinin V'si 80 idi. İndi artıq deyir ki, sürət saatda 20 km azaldılır. Yəni olur 60. Və bu zaman V oldu 60. Zaman elə 1 saat verib saatlandı. Çevirmə parmağınıza ehtiyac yoxdur. Bunun da S'i alındı 60. Yekun olaraq S'ləri toplayırıq. 60 üstə gələ 60 elədi 120. Cavab oldu A variantı. Növbəti sual. Bir motosikletçi 20 dəqiqəyə 24 km yol gedir. Həmin motosikletçi eyni sürətlə 2 saat 15 dəqiqəyə neçə kilometr yol gedər? Baxın, burada fərq odur ki, həmin motosikletçi eyni sürətlə sözünü deyir, amma hansı sürətdə onu bilmirik. Həmin sürəti nöqtəyə qədər verilmiş hissəyə əsasən tapmalıyıq. 20 dəqiqə deyilir. T 20 dəqiqədir. Yenə də saat, dəqiqə, kilometr qarışıq varsa dəqiqəni çevirirəm saata. 60'da 20. Bu da elədi 3'də 1 saat. S'dəki 24 kilometrdir.
T məlumdur, S məlumdur. Nə məlum deyil? V, yəni sürət. Sürəti də tapmaq üçün S bərabərdir VT düsturundan V bərabərdir S bölünsün T-dən həll edirik. Yəni bizə verilmiş standart bir dənə düsturumuz var. Bu düsturdan T-ni soruşa bilər, V-ni soruşa bilər, düsturu dəyişdirəcəksiniz. T-ni də soruşsa, onu da yazım ki, dəftərinizə qeyd edin. S böl V düsturundan istifadə olunur. İndi S 24-dür, bölünsün 3-də 1-ə. Bölmə tərsinə vurma deməkdir. Əgər kəsirlər mövzusunu izləməyənlər varsa, kanala daxil olub mütləq izləsinlər. Orada kəsirlər üzərində əməlləri geniş formada izahım vermişəm. 1-də 3-ə elədi 72. 72-nin vahidi nə olacaq? Kilometr bölünsün saat olacaq. Çünki 24 kilometrlə verilmişdi. Sonra dəqiqəni də biz saata çevirdik. Bu da oldu kilometr bölünsün saat. Sürətimizi tapdıq. İndi deyir ki bizdən həmin sürətlə 2 saat 15 dəqiqəyə neçə kilometr yol gedər? 2 saat 15 dəqiqəni də çevirsək 2 tam 60'da 15, 2 tam 4'də 1, bu da 2 tam 100'də 25 eləyir. Və V də məlumdur. V stabildir, eynidir. Artıq V1, V2 yazmıram. Bu T1'dir, bu T2'dir, bu S1'dir. İndi S2'ni tapmalıyıq biz. V2'sində də eyni olduğuna görə V1, V2 yazmadım. Sürət 72 vurulsun 2 saat 25 dəqiqəyə nə qədər yol gedər deyilir bizdən. Götürüb burada qəti formada əvvəlki T1-i istifadə eləməyin. Yeni zamanı artıq məsələnin şərtində də qeyd olunub. 72-ni də 2 tam 100'də 25'ə vurduqda cavab elədi 162. 6-cı suala baxırıq. Qatar 2 saat 12 dəqiqəyə 176 kilometr yol gedib. Bu qatarın sürətini tapın. 2 saat 12 dəqiqə deyir. Zamanımıza yazırıq. 2 saat 12 dəqiqə. Bunu yenə onluq kəsir formasına gətiririk. 2 tam 60'da 12, 2 tam 5'də 1, bu da 2 tam 10'da 2 elədi. T məlumdur. Və deyilir ki 176 kilometr gedib. S də verildi. Qatarın sürəti istənilir, V istənilir. Baxın, cavabda da qeyd olunub ki, mötərizədə yazılıb ki, kilometr bölək saatla ifadə edin. Yəni burada siz dəqiqəyə çevirib, o birisi metrə çevirsəz əlverişli deyil. Cavabı bizdən kilometr bölək saatla istəyir deyə elə T-ni birbaşa saata çevirdim. V bərabərdir S, yəni 176 bölünsün 2 tam 10'da 2'yə. 176'nı 2 tam 10'da 2'yə böləndə cavab elədi 80 D variantı. Və növbəti suala baxırıq. Avtobus 3 saat 12 dəqiqəyə 192 kilometr yol gedib. Avtobus geri qayıdarkən sürətini saatda 15 kilometr azaltdı. Avtobus həmin yolu geri qayıtmağa neçə saat vaxt sərf edər? Deməli 3 saat 12 dəqiqə deyir. T-ni yazdım 3 saat 12 dəqiqə. Yenə nə edəcəyik? İlk olaraq biz onu onluq kəsirə çevirirəm. Onluq kəsir əslində tam olaraq deməyim. Çünki bəzən onluq kəsirə çevirə bilmədiyiniz bir qiymətlər olar. Məsələn, 3'də 1, 7'də 1. Belə qiymətlər alındığı təqdirdə artıq siz məcburən həmin qiymətlə həll eləməlisiniz. Yəni belə deyək, biz verilmiş saat dəqiqəni saata çeviririk. 3 tam 60'da 12, 3 tam 5'də 1, bu da 3 tam 10'da 2 saat elədi. Onluq kəsirə çevrilmə qaydasında kanala daxil olub baxa bilərsiniz. Video izahı yerləşdirilib. Sonra S məlumdur 192 kilometr. Avtobus geri qaydanda hələ ki ora qayıtmıram. Geri qaydandakı sürətin azaldıb deyir, amma biz indiki sürətin bilmirik. T1 yazıram buna. Daha doğrusu T gedəndə, S gedəndə. İndi gedən zaman sürətini tapmaq istəyirəm. 192'ni bölürəm 3 10'da 2'yə. 192'ni 3 10'da 2'yə böldü, elədi 60. Deməli, gedən zaman avtobusun sürəti saatda 60 kilometr imiş. İndi deyir, həmin yolu geri qayıdır. Geri qaydanda, qayıtmaq yazıram buna da, sürətini 15 kilometr azaldır. 60 idi, 15 kilometr azaltdı, oldu 45. Və diqqət eləyin, həmin yolu sözü var. Yəni, S-lər dəyişmir. Burada S geri qaydandan silirəm.
Elə bir dənə S yazıram. Çünki gedəndə də, qaydanda da eyni yol üzərindən danışılır. Məsələn, A körpüsü A məntəqəsindən B məntəqəsinə getmək, B-dən A-ya qayıtmaq eyni şeydir. Yəni məsafə dəyişmədiyi üçün S-in eyni qiymətindən istifadə edirik yenə də. %192. Buna əsasən zaman istəyir bizdən. Baxın, bu dəfə düsturumuz T düsturudur. Yəni S bölünsün V yenə də eynidir onsuz da. 192-ni 45-ə bölmək lazımdır. 192-ni 45-ə bölən zaman kəsr formada alınacaq. Bunun üçün ən yaxşısı elə kəsr kimi yazıram. Çünki zaman, diqqət eləsəz variantlara, zamanda saat da var, dəqiqə də var. 45-ə böldük. Düzgün olmayan kəsiri qarışıq kəsir formasına çevirmək üçün artıq bilirsiniz, yəqin ki, videonu izləmisiniz. Sürəti məxrəcə bölürsünüz, 192 45-ə bölünür. Bu elədir, 4 tam olsa 0, 2 yadda 16, 2 yadda 18, qalıq da qaldı 12. Deməli, 4 tam 45-də 12 elədir. Buradan artıq yenə ixtisarlar apara bilərik. 3'e ixtisar getsə bu 4, bu da 15 elədi. 4 tam 15'də 4'dür. Bunu çevirməliyik biz saat və dəqiqə formasına. Baxın, 4 tam 60'da neçə olacaq? Məxrəci 60 eləmək üçün məxrəci neçəyə vurduq? 4'ə. Deməli, sürəti də 4'ə vurmalıyıq. 4 tam 60'da 16. Bu da 4 saat 16 dəqiqə deməkdir. Bu hissəni bir daha izah eləyirəm. Həmin bu çevrilmə hissəsini. Baxın, 4 tam 15'də 4 aldıq. Və 15'də 4 biz saat və dəqiqə formasına göstərmək üçün 4 onsuz da dəyişmir. 4 saat qaldı. 15'də 4 dəqiqədir. Onu saata çevirmək istəyirəm. Bunun üçün məxrəci 60 eləməliyəm. Çünki 1 saat 60 dəqiqədir. Və yaxud belə düşünün heç. 15'də 4 deyil. 15'də 4'ü vurun 60'a. Çünki dəqiqədir, saata çevirməlisiniz. Vurursunuz 60'a, yenə də ixtisarlar aparanda 16 eləyir. 4 saat 16 dəqiqə, bu da D variantındadır. Bərabər sürətli hərəkətə aid görə biləcəyiniz bütün formaların dərs izahını yekunlaşdırdıq. Testlər üzərində bəzi qarışıq formalar var ki, bir neçə dənə hərəkət formasını birləşdirirlər. Onlar yalnız test üzərində izah olunacaq. Bu sadəcə dərs izahı baza materiallardan, baza məlumatlardan ibarət olmalıdır. Bunları bilməsəz, zaten irəliləyən testləri həll eləyə bilməyəcəksiniz. Videoya sona qədər baxın və mütləq qeydlərinizi də aparmağı unutmayın. Növbəti videolarda görüşənədək.